Arkadaşlar başlayalım. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahabetihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli amma ba'd. Muhterem kardeşlerim, en öncezme, sonra səsə Allah Teala'dan haqq təqvasını oxumağı nəsiyyət edirəm. Çünki təqva hər bir xeyrin əvvəlidir. Təqva səbəb ixlas üçün. Təqva səbəbdir müsəlmanın təvəkkülünün Allaha güclü olması üçün. Və təqva ən böyük amildir. Və Allah Teala bu təqvanın əhlini, yəni müttəqiləri sevdiyini deyib. Və Allahın sevgisini qazanmaq üçün Allaha itaat etmək lazım. Necə ki Allah Teala kitabında buyurur ki, əgər məni sevirsinizsə, qul in tuhibbunallaha fattabi'unu. Necə Rasullar, nəbilər qövmünə deyərlər. Allah Teala deyər ki, əgər məni sevirsinizsə, Rasula tabi olun. Və tabiçilik də təqvadandır. Və bugün toxunmaq istədiyim bir mövzu var, qardaşlar. Bu mövzu hansı ki, İslam dininin, Allah arasına vəhiy olunan bu sünnənin, kitab və sünnənin əsaslarındandır. Və əsaslar ki, onsuz İslam dini zəifləyər insanlar üçün təbii ki. Və o da müsəlmanların müsəlmanlara nəsihət etməsidir. Qardaşına nəsihət etməsidir. Və çünki necə ki Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem buyurdu ki, din nəsihətdir. Din nəsihətdir. Çünki nəsihət olmasa xeyri bilmək çətinləşər. Nəsihət olmasa zərəri görmək çətinləşər. Çünki nə qədər asiliklər və günahlar var ki, onu sən heç əslən asilik və haram olduğunu əslən bilmirdin. Amma sənə olan nəsiyyətin səbəbi ilə, sənə olan xatırlatmanın səbəbi ilə sən artıq onu başa düşdün. Çünki Allah Teala kitabında buyurur ki, həqiqətən də xatırlatmaq tənfə'ül müminin, möminlərə fayda verir. Yəni iman gətirənlərə. Əgər bir kəsə ki, xatırlatmaq əgər fayda vermirsə, artıq onun imanında artıq naqisliyin olduğunu göstərir. Əgər imanın naqisliyi olmasaydı, ona olunan xatırlatma ona fayda verərdi. Əgər vermirsə, naqisliydəndir. Və imanın da naqisliyindəndir. İmanın naqisliyindən müsəlmanın cəmaatdan, müsəlmanlardan uzaqlaşması və imanın naqisliyindəndir, təkəbbürlüyün gəlməyinə səbəb olur. Və cəmaatın çox vaxt tərk edilənləri görsəz, onların əslində təkəbbürlü görmək olur. Bəyənmir. Bəyənməyin uzbatından olur. Və təkəbbürdür, bəyənməmək təkəbbürdür. Kiminsə yanında bəyənməməsi, aşağı görməsi təkəbbürdəndir. Çünki əslən heç kim bilə bilmir demək olar ki, kimin qədri qiyməti nə qədərdir. Kimin qədri qiyməti nə qədər olmağını bilmək olmur. İnsan yalnız zahirinə hüküm verir, zahirə əməllərə. Amma batinə hüküm verən Rəbbindir, subhanahu wa ta'ala. Amma insan da zahirə hüküm verir. Və biz də zahirə hüküm verdiyimizə görə gizlində olan şeylərə, yəni qəlbi olan şeylərə hüküm vermək bizə düşməz. Ona görə də hərdən qardaşlarını tərk edənlər, haradakı nəsihət olunacaqsa, haradakı xatırlatma olunacaqsa, oranı tərk edən insanların çoxsunda təkəbbürü görmək olur, təkəbbürlüyü görmək olur, sanki yaraşdırmır. Və ən pisi odur ki, hərdən elə insanlar, elə kəslər iddia edirlər ki, onlar bilənlərdirlər. Vallahi mümkün deyil ki, bilən bildiyini eşitmək istəməsin. Bilən bildiyini həmişə eşitmək istəyir. Hətta dünyada belədir. Hətta dünyada belədir. Sənin gördüyün işi səndən biraz yaxşı görə bilənlər varsa, sən onlardan istəyərsən ki, sənin gördüyün işi sənə danışdırmaq. Çünki bu insanın fitrətidir. İnsan bildiyi şeyi eşitməyi həmişə sevir. İnsan bildiyi şeyi həmişə eşitməyi sevir. Əksinə bilmədiyi şeylərdə hərdən təkəbbürlü insanlar sevmirlər. Elə düşünürlər ki, kənardan deyəcəklər ki, o filan kəs bilmir, onun yaşı azdır, yaşı az olanın yaşda böyüyə söz deyir. Yox, din yaşla deyil. Əbu Hüreyra radiyallahu anhu Allah üçün sahabəsi idi. Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem'dən 5 milyonun çox hədis rivayet edir. Allah Resulü vəfat edir, təxminən Əbu Hüreyra'nın 26 yaşı var idi. Radiyallahu anhu. Təxminən 26 yaşı var idi. Amma ondan da böyük sahabələr, qoca sahabələr, yaxşı sahabələr ondan elm alırlar. Və nə qədər sahabələr ona qayıdırlar. Təbii ki, hər bir sahabənin öz fəziləti var. Hər bir sahabənin öz qədir qiyməti var idi. Baxmayaraq ki, Ali ibn Abi Talib radiyallahu anhu Allah Resulü'nün az sayıda hədis rəvayət etsə belə, təbii ki, Əbu Hüreyrədən üstündür. Amma elm baxımından görürsən elə deyil. Elm heç vaxt yaxşıdan olmuyor.
Və nəsihət də həmçinin. Çünki nəsihət özü əslən elmdəndir. Nəsihət özü elmdəndir. Nəsihəti bilən, nəsihət edən gərək halalı, haramı, hüdudları, yəni Allah Taalanın halal və haramlarını bilən olsun ki, artıq o nəsihət eləsin. Çünki bir insan Allahın hüdudlarını, yəni halal və haramları bilməsən neyi nəsihət edəcək? Nəsihət edə bilməz. Və yalnız hüdudları bilənlər nəsihət edə bilərlər. Və o hüdudlar ki, elə hüdudlar var ki, yalnız bəzən alimlərə xasdır. Və elə hüdudlar da var ki, Allah Taalanın o hamıya aiddir. Hamı onu bilməlidir. Kimin ondan qafil olması artıq onun cahilliyindəndir. Və olmaz müsəlmana yaraşmaz. Müsəlman gərək özünə vacib olan məsələləri bilsin. Və özünə vacib olan məsələləri bilməyin də səbəblərindən, amillərindəndir müsəlmanın qardaşları ilə birlikdə olması. Müsəlmanın qardaşları ilə birlikdə vaxt keçirməsi və xüsusilə də xeyirli məclislərdə. Təbii ki, xeyirli məclislərdə. Yəni, lağlağa məclislərində, səfeh məclislərdə yox. Çünki səfehlik adından görüldüyü kimi, yalnız səfehliyi artıra bilər. Amma xeyirli məclislər isə yalnız xeyri artırar və həm ən azından insan bildiklərini təkrarlayar. Və nəsihət mühüm məsələdir, mühümdür. O qədər mühümdür ki, insan ona möhtacdır. İnsan Allah Taalanın ona verdiyi hər bir şeyə möhtacdır. Hətta dəfələrcə məsəl çəkilir. Biz Allah Taalanın bizə nazil etdiyi, hətta yağışa belə möhtacıq. Suya. Halbuki o yağışın olmasının fəsad nədir? İnsanın əkininin, biçiminin xarab olması. Əldən gələn əkin biçimdir. Hətta sənin əkinivə, biçimivə, böyüdən şeyə, yağışa möhtacsan. O ki, qalmışdır, ondan üstün dinivə laf çox möhtacsan. Və nəsihət də sənin dinindir. Və nəsihət də, Allah üçün olan nəsihət də sənin dinindir. Bəli, hərdən nəsihət edəndən xoşlanmırlar. Və çox vaxt daha doğrusu, hərdən yox. Çox vaxt xoşlanmırlar insana nəsihət edənləri. Və insanın nəfsinə ağır gəlir. İnsanın nəfsinə ağır gəlir. Amma nəfsə ağır gəlsə səbirli olmaq lazımdır. Səbirləmək lazımdır. Çünki hətta qarşıda duran, sənə nəsihət etməsində məqsədi, hətta səni aşağı görmək olsa da belə özündən, sənin üçün faydadır. Hətta onun qarşı tərəfin, sənə nəsihət edənin ixlasla etməsə də belə sənə faydadır. Ona görə nəsihəti qəbul etmək biraz çətindir. Nəsihət etmək rahatdır. Qəbul etmək çətindir. Ona görə çətin şeylərin mükafatı da çoxdur. Çünki nəsihəti edən və qəbul edənin dərəcəsi fərqlidir axı. Nəsihəti edənin və qəbul edənin dərəcəsi fərqlidir. Ola bilsin ki, nəsihət olunan şəxs hər hansısa bir haramın üzərində sabit olsun. Və o haram ki, onu tərk edə bilmir. O haram ki, onu tərk eləsə, onun həyatı dəyişər, mülkünü itirər. Həyatının çox hissəsini itirər. Amma Allah üçün qəbul edib dözsə, qəbul etsə, əlbəttə ki, ola bilər ki, nəsihət edəndən üstün olsun. Çünki nə ki ağırdırsa, nəyin ki qiyməti ağırdırsa, nəyin ki qəbul etmək, əmil etmək çətindirsə, ağırdırsa, onun mükafatı da ağırdır. Mükafatı da böyükdir. Adi bax, düşün, misvak vurmaqla, məsələn, misvak vurmaq sünnə. Ümrə eləməyin əcrə eynidir. Yox. Mümkün deyil, çünki Allah adildir, Allah ədalətlidir. Mümkün deyil ki, kimsə desin ki, mən misvak vururam, ehtiyac yoxdur ümrəyə getməyə. Eyni şeydir. Yoxsa əcrlər eyni deyil. Heç bir əcr, heç bir savab eyni deyil. Hər bir feilin, yəni hər bir əməlin öz qədir qiyməti var, öz dərəcəsi var Allah qatında. Və bu da baxanda göstərir ki, cənnətin qapıları, cənnətin dərəcələri və Allah Teala Firdevs haqqında öz kitabında Firdevs necə vəsf edir Firdevs cənnətdən? Ən üstündür. Peyğəmbərlərin, siddiqlərin, şəhidlərin, nəbilərin, salihlərin olduğu bir cənnətdir ora. Allah bizi rəhmət buyursun. Və Allah Teala oranı hansı sifətlə sifətləndirir? Onların əhli haqqında Allah Teala buyurur ki, "La yabğuna anha hiwala." Onlar oradan, yəni o Firdevsdan qətiyyən kənara çıxmaq istəməzlər, başqa yerə getmək istəməzlər. Yəni başqa cənnətlərdən üstündür. Çünki cənnət əhlinin içində yerlər olacaq ki, bu dünyada nəfslərini zülm edənlər olur. Çünki tövhid əhli cənnətə girəcək. Kim ki Allah'a şərik qoşan deyilsə, şirkdən uzaqdırsa, Allah onu bağışlayacaq. Amma görürsən, Allah'a şərik qoşmayan, Allah onu bağışlayacaq. Çünki nə qədər cənnət əhli olacaq ki, o da girəcəklər birinci. Sonra cənnətə girəcəklər. Yəni, mümkün deyil ki, ömrünün həyatını Allahın razılığı üçün yaşayaraqdan keçsən bir kəslə.
haramlarla birlikte yaratan yaşayan tövhid əhli olsun. Hətta aqil insan düşünəndə bilir ki, fərqi var. Və bunlar hamısı danışılanlar bir nəsihət idi. Xatırlamağı sevənlər üçün, necə ki Allah Teala öz kitabında xatırlamağa, dəvətə icabət edənlərin dilindən ayə nazil etdi. Və xeyir əhli deyərlər ki, ya Rabbi, xeyri danışanın danışdığını qəbul etdik və iman gətirdik. Və bu nəsihəti göstərir ki, nəsihətin səbəbi ilə insanlar Allahın dininə girirlər, ibadətə başlayırlar. Və diqqət et, ayəsin Allah Teala buyurur ki, o xeyrə çağıranlar, nida edənlər, dəvət edənlər, onların sayəsində. Onların sayəsində və diqqət edir, orada nə yaş var idi, nə dəvət edənin yaşı, nə dəvəti qəbul edənin yaşı. Əgər haqq gəldisə, artıq o qəbul olmaq. Necə ki Allah Teala kitabında buyurur ki, əgər haqq gəlsə, batil, həqiqətən də haqq gəlsə, batil yoxluğa məhkumdur. Yəni, haqq nəsihət, haqq din gəldikdə batil nazlar, batil şeylər, batil vərdişlər və həmçinin də haramlar yoxluğa məhkumdur. Və diqqət edir, burada nə yaş var idi, nə dünya görüşünün səviyyəsi var idi. Heç bir şeylər yox idi əslən. Çünki halal dediklərimiz Allah Teala'nın əmr etdikləridir. Allahın bizə etməyimiz vacib olanlardır. Və haram dediklərimiz isə Allah Teala'nın bizə qadağan etdikləridir, imtihan olaraq. Və orada heç bir yaş ola bilməz. Və Allahdan qorxan müsəlmanın sifətindəndir ki, nəsihəti sevən müsəlmanın sifətindəndir ki, və nəsihətə həris olan müsəlmanın sifətindəndir ki, o eşitdiklərini qəbul etsin. Çünki insanlar fərqlidir. Elə insanlar var ki, haqq olan nəsihəti qəbul edirlər, qulaqlarından girir və içəridə qalır. Yəni, əməl edirlər. Elələri var ki, heç bir qulağın birindən də olsun girmir. Elə yox, mənlik deyil. Mənə nə günahım var ki? Elələri də var. Və ən pisi, bunların içində ən pisi də odur ki, elə göstərir ki, sanki nəsihət buradan girdi və içəridə qaldı. Amma əslində baxanda heç nəsihət heç qulağın birinə yaxınlaşmayıb. Yəni, ifadın əlamətlərindən müsəlman ikizdə olmaz. Haqq olan nəsihəti sevirmiş kimi qəbul edib, amma nəsihətdən biganə qalmaq münafiqliyin sifəti. Münafiqlərin sifətlərindən əslən ikiyüzlülük. Yanaşmaz müsəlmana. Müsəlman öz olduğu kimi, qəlbində olduğu kimi görünməlidir. Onsuz da Allah qatında qədir qiymət var. İnsandan, bəşərdən nəyisə gizlətmək, Allahdan gizlətmək demək deyil. Bəşərin razılığı Allahın razılığından sonradır. Birinci müsəlman Allah'a razılığını qazanmalıdır. Və Allahın razılığını qazanmaq üçün gələk müsəlman eşitdiyi nəsihətdən əməl etsin. Yəni, onları əbəs yerə, sanki sözlər, bir axın söz kimi başa düşməsin. Çünki bugün Allah sana müvəffəq eləyib eşidirsən. Amma bu o demək deyil ki, bu sabahda olacaq, başqa vaxt olacaq. Nə qədər xeyirli insanlar var ki, onlar bugün ona həssətdirlər. Və necə ki, bugün nə qədər xeyirli müsəlmanlar var və səndən, məndən üstünləri var, hamımızdan üstünləri var. Sənin yediklərini yeyə bilmirlər. Sənin yaşadığın rahat yaşaya bilmirlər. Bu o demək deyil ki, biz onlardan üstünük. Xeyr, onlar bizdən üstündürlər. Müsəlmanlar var ki, həmlə mansızlıqda deyirlər. Bu demək deyil ki, onlar layiq deyildi, biz layiqik. Bu Allahın lütfüdür. Allah bunu əta edib, Allah bunu bəxş edir. Və bununla qədrini bilmək lazım. Və bununla qədrini bilmək üçün müsəlman qədər Allahın hüdudlarına diqqət etirsin. Çünki Allah Teala kitabında düzdür, bu ayə kafirlər nazil olub. Amma Allahdan qorxan, hətta kafirlər nazil olan ayələri düşünüb özünü izzət götürməlidir. Allah Teala kitabında buyurur ki, kim Allah'a və Rasuluna asıl olsa və onun hüdudlarını pozsa, içində bədi qalacağı o da. İçində bəli qalacaq, o da sürüklənir. Çünki Allahın və Rasulunun hüdudlarını, yəni halallar və haramları tapdalamaq, onları heç sanki önündə olmayan kimi görmək, artıq bu özü bir haramdır. Düzdür, ayə baxmayaq ki, kafirlər haqqında nazil olsa da belə. Amma ola biz bir müsəlmanın Allahın hüdudlarını tapdalaması onu əbədi ola salmaz. Amma o da sala bilər. Dediyimiz kimi, necə mühazirənin əvvəlində tövhid əhli cənnətə girəcək. O da girsələr də belə cənnətə girəcəklər. Hərdən bəzi müsəlmanlar bundan təskinlik tapırlar. Düşünürlər ki, əlhəmdülillah, onsuz da əvvəl-axır cənnətə girəcək. Subhanallah. Sanki cəhənnəmə girmək, cənnətdə əzab, cəhənnəmdə əzab çəkmək sanki yüngül bir şeydir. Kiçik bir ağrı bədəni ağrıdır. Kiçik bir şey əlvi ağrıdır, bədəni ağrıdır.
ona dözə bilmirsən. Ona dözə bilmirsən. Kiçik bir şey barmağı uyandırına dözə bilmirsən. Yəni ona mı dözəcəksən? Ona görə Allah Teala kitabında buyurur ki, şeytan Allah rəhimli deyib sizi ağlatmasın. Hərdən görürsən qardaşlarımızı, hətta şeytan Allah rəhimli deyə anladır. Allah rəhimlidir, amma onların bildiyi kimi yox. Necə ki, Allah ruzi verəndir, sənə düşündüyün kimi yox. Öz bildiyi kimi ruzi verəndir. Allah bağışlayandır, sən düşünən kimi yox. Əgər sənin düşündüyü kimi olsaydı, gəlir Allah şirk qoşanları da bağışlayandır. Gəlir Allah Firavunu da bağışlayandır. Əgər sənin düşündüyün kimi çalır. Ona görə də bu şeyləri, Rəbbin bağışlayan olmasını, necə bağışlayan olmasını, Rəbbin necə əfv edən olmasını, Rəbbin necə ruzi verən olmasını bilmək üçün müsəlman gələ cəmaatda olsun. Və xeyirli nəsiyyətləri dinləsin, eşitsin. Və xeyirli qardaşlarından nəsiyyət almağı sevsin. Və bugün görürsən ki, əksinə, hərdən görürsən ki, kimlər ki, nəsiyyət məclisləri olur və yaxud da müsəlmanlar bir-birlərini xatırlatmaq eləyirlər, xatırladırlar öz dinlərini, oradan uzaqlaşırlar. Xoşlarına gəlmir. Çünki orada rahat lalıq edə bilməyəcəklər. Çünki orada damlı oynaya bilməyəcəklər. Çünki orada qeybət edə bilməyəcəklər. Çünki orada səfeh zarafatlar edə bilməyəcəklər. Fayda olaraq qardaşlarım, sələflər kafirlərin etdikləri adət-ənənələri, hətta onların zarafatlarını və yaxud da onlara xoş gələn dünyanın bəzəklərini öz həyatlarına tətbiq etməyi sevməzlər. Yəni zarafat və yaxud da ona bənzər şeylər. Həmçinin cahil müsəlmanların etdiklərini də olmaz. Baxırsan, hər hansısa bir videoda hansısa bir aktyor, kim bir iki tane söz işlədir, bütün cəmaatın dilinə düşür. Məscidin içində də danışılır. Əlbəttə ki, elə bir müsəlman istəməyəcəksən o da olsun. Elə müsəlmanlar istəməyək, elə müsəlmanlar tək olmaq istəyirlər. Tək olmaq istəyirlər, çünki onlar tək onda rahat olur. Onlar xeyir əhlinin yanında olanda onlar deyəcəklər ki, səfeh şeylər danışmır. Səfeh adamların sözlərini dilimə gətirmə. Xeyirli söz danış. Vallahi ondansa dünyanın hansı ticarəti, pul qazanmağa yönlərini danışmaq faydalıdır. Amma səfeh şeylər yox. Allah Teala kitabında səfehlər haqqında buyurur ki, وَلَا تُؤْتُوا أَمْوَالَكُمْ مِنَ السُّفَهَاءِ Səfehlərə pul verməyin. Səfehə pul vermək olmaz. Yedizdirmək, çizdirmək olar. Amma pul vermək olmaz. Çünki niyə görə pul vermək olmaz? Çünki adı bunun səfehdir. Səfeh yerləri xərcləyəcək. Amma bugün müsəlmanlar, səfeh olmayanlar səfehlərin sözlərini, zarafatlarını danışır və deyib gülürlər. Kimisə də nəsiyyət edəndə ki, qardaş, demirəmdir Ramazandır, Ramazan olması da belə. Axı uyğun gəlmir. Axı uyğun gəlmir bu saqqala, uyğun gəlmir bu isbala, uyğun gəlmir o getdiyi məscidə, uyğun gəlmir adının üstündə olan sələfi sözünə, uyğun gəlmir, vallahi uyğun gəlmir. Əksinə sən gülünc görmürsən. O güldürən idi, amma sənsən gülünc görünən. Səni sevməyəcəklər. Deyəcəklər ki, qarşı neyə, ölək? Subhanallah. Artıq haramlar, səfehliklər onları yaşadır. Ona görə insanı ya xeyir yaşatmalıdır, xeyirli şeylər insanı, yəni həyatını yaşamına maraq qatmalıdır, ya da ki, səfeh şeylər. O səfehliklər, səfeh şeylər, o batıl şeylər, o bir anlıq zövqlər və sahabana bənzər şeylər harda insandan çıxır, harda insanları tərk edir. Yaxşı adamların yanında, düzgün adamların yanında. Onların yanında artıq onları tərk etməyə rahatlaşır. Nəsiyyət edənlərin yanında rahatlaşır. Qardaşlıq güclü olanda xeyirli qardaşlıq. Qardaşlıq güclü olanda artıq onlar rahatlaşır. Və qardaşlıq güclü olsa müsəlman rahat nəsiyyət edir. Qardaşlıq güclü olsa müsəlman qorxmaz ki, birdən digəri məsəbləşər. Qardaşlıq güclü olsa müsəlman qardaşına etdiyi nəsiyyətinə görə sıxılmaz ki, birdən digəri məndən uzaq durar. Əksinə, Ömər ibn Xattab radiyallahu anhu möminlərin ikinci əmiri. Hərdən bəzi sahabələri, hətta gənc, hətta özündən yaşda balaca sahabələri çağırırdı. Deyirdi ki, nəsiyyət elə mənə. Hətta insanların içində. Və deyirdi ki, nəsiyyət edən Allahdan qorx. Həqiqətən də ölüm haqqdır. Muhammed sallallahu aleyhi ve sellemdən uzaq qaçmadı. Allah arasını götürdü və apardı. Və səni də aparacaq Ömər. Və onda Ömər ibn Xattab ağlayır. Deyir ki, davam edin. Ömər ibn Xattabın radiyallahu anh'ın ağlamasını gördükdən sonra sahabə dayanır. Və deyir ki, nəsiyyətinə davam edin. Ömər ibn Xattaba deyir ki, ey Ömər, vallahi oddan və cənnətdən, yəni cəhənnəm və onun ikinci tərəfi olan, yəni cənnətdən başqa gedəcək heç bir yer yoxdur.
Və ona deyəndə Ömər ibn Xattab hönkürtü ilə ağladı. Bu adam deyir ki, o ölümü yaddan çıxartmışdı. Və yaxud da cənnətin və cəhənnəmin haqqı olmasını unutmuşdu. Xeyr, insan elədir. İnsan nəsihəti sevir. Allahdan qorxan sevir. Və Allahdan qorxan da fayda verir. Amma Allahdan qorxmayana əksinə. Ona görə də müsəlmandan nəsihət istəməli daima. Və müsəlmanın daima nəsihətini özü etməlidir. Qoymasın bir yerdə, bir məclisdə oturanda ki, başqa şeylər danışılsın. Əksinə, bildiklərindən danış. Allah Resulü buyurur ki, məndən bir söz, eşidilən bir haqqı danışmağa Allah Resulü əmr elədi. Ona görə sən tələbə olmamağın, sənin alim olmamağın, sənin elmə bir əhl olmamağın o deməkdir ki, sən Allahın dinindən bildiklərə paxıl olmalısan. Əksinə, kim nə qədər bilirsə Allahın dininə kömək etməlidir. Kim nə qədər bilirsə Allahın dininə kömək etməlidir. Kim kömək eləmirsə, o paxıldır. Kim kömək eləmirsə paxıldır. Və paxıllıqdan birinci özünə zərər alacaq. Çünki nəsihət eləməyən insanların ətrafında nəsihət edilənlər olmur. Ona görə qardaşlarım, bu ay da artıq demək olar bitdi. Ramazan da artıq demək olar bitdi. Allah Teala'dan istəyirəm ki, biz bağışlasın, bizi əfv eləsin bu ayda. Və gələn Ramazana Allah Teala'dan istəyirəm ki, bizi çatdırsın. Və keçən Ramazandan bu Ramazana nə qədər qardaşlarımız var ki, çıxmadılar. Onlar vəfat elədilər. Onlar dünyasını dəyişdilər. Bəlkə də bizdən də xeyirli idilər. Ona görə aqil bir müsəlman Allahdan qorxan üçün bu son Ramazan idi. Çünki ölüm, necə həyat arzu istəyin olmadığı kimi, sənin istəyinlə olmadığı kimi, sənin düşüncən olmadığı kimi, ölüm dilədir. Həyat və ölüm, ikisi də sənin bilmədiyin yerlərdəndir. Və biz bilmirik, gələn Ramazanı Allah bizə müvəffəq edəcək, yoxsa yox. Hələ biz bilmirik, biz gələn Ramazana qədər yaşayacaq, yoxsa yox. Və biz bilmirik, gələn Ramazana imanla çatacaq, yoxsa yox. Axı Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem buyurdu ki, nə qədər müminlər, mümin olaraq yatacaqlar və kafir olaraq oynayacaqlar. Və nə qədər kafirlər də kafir olub yatacaqlar və mümin olaraq oynayacaqlar. Təkcə məsələ gələn Ramazana çatmaq deyil, gələn Ramazana necə çatmaqdır. Ona görə bu Ramazan bir səbəb idi, bu Ramazan bir vəsilə idi. Bu Ramazanda Allahdan qorxan, bu Ramazanda bağışlanan, inşallah gələn Ramazanda çatar, yaxşı çatar. Amma bu Ramazanı yola verən, bu ayı ildə bir dəfə olan ayı yola verən, gələn Ramazan ola bilsin yenə də naqis olsun. Amma Allah duaları qəbul edəndir. Amma Allah xeyrə müvəffəq edəndir. Allah Teala'dan istəyirəm ki, bizi xeyrə müvəffəq eləsin. Bizi əfv eləsin, bizi, ailəmizi əfv eləsin. Bizi ən əzəmətli kəlmə olan La ilahə illallah Muhammed Rasulullah kəlməsinin üzərində yaşasın. Bu kəlmənin üzərində bizim canımızı alsın. Allah ölkəmizdə əmin-amanlıq diyar eləsin. Və kimlər sonra zərər istəyirlərsə bu ölkəyə, bu dövlətə, onun rəhbərinə, Allah olan zərərlərini özlərini qaytarsın. Və kimlər ki, xeyir istəyirlərsə bu ölkəyə də, onun rəhbərinə də, Allah xeyir əhlini o rəhbərə də yaxınlaşdırsın. Allah onu qorusun, bu dünyada da axirətdə onu bağışlasın. Ən əzəmətli kəlmə olan La ilahə illallahın üzərində yaşatsın və o kəlmənin üzərində o canlı alsın və o həyatın xeyir üzərində uzatsın. Allah ordumuzu da qorusun. Onlar həqiqətən əzəmətli bir iş görürlər. Vətəni qorumaq, müsəlmanları qorumaq əzəmətdir. Müsəlmanları qorumaq böyük bir xeyir. Ona görə müsəlmanlara görə əsgərlərini yaddan çıxartmasınlar. Çünki biz bugün rahatıq, amma hansı əziyyət çəkənlərin səbəbi ilə. Biz bugün rahatıq, hansısa çətinlikdə olanların səbəbi ilə. O da olardır. Allah ordumuzu da qorusun, Allahın ayaqlarını mühkəm saxlasın, düşməndən qorusun və dünyasını dəyişənlərə də Allah Teala rəhmət eləsin. Allah bizi bağışlasın, bizi əfv eləsin. Və Allah Teala bizi xeyirli nəsihətə, haqq olan nəsihətə daim icabət edənlərdən və əməl edənlərdən etsin. Əzələllah bilir və subhanəkə Allahümə bihamdi və şəhəd ən la ilahə ilə əntə estəğfirkə Allahümə və ətub ileyk. Bəli.